İnsanların belə bir illüziyası var ki, mən özüm öz həyatımı qura bilərəm. Hər şeyin özündən asılı olduğuna inanan əslində heç vaxt dincələ bilmir. Biz əl ilə düzəlmiş bütlərə səcdə etməsək də, hisslərimizdən bütlər düzəltmişik. Və bu hisslərdən ən dəhşətlisi hər şeyi nəzarətdə saxlamaq hissidir. Və bugün Rəbb sənə deyir, evladım, sənin həyatının tikintisi, sənin həyatının müdafiəsi, sənin həyatının qorunması, evladım, sənin işin deyil, sən rahatsız olmalı deyilsən. İndi mən rahat yata bilərəm. Çünki həyatımı mənim narahat ağlım deyil, Məsihin sədaqəti, Məsihin gücü, qüdrəti qoruyur. Bugün məzmurdan 127-ci məzmurdan 2 ayəni oxuyacağıq. Əgər xatırlayırsınızsa, 2 həftə bundan öncə biz Musanın belə bir duasını oxumuşduq. Vəd olunmuş torpağa Musa gedən zaman xalqın günahına görə Rəbb Musaya müraciət edir. Və deyir, mən sizinlə getməyəcəm, ancaq elə edəcəm ki, siz o torpağa gedəsiniz. Və Musa deyir, bizə vəd olunmuş torpaq sənsiz lazım deyil. Sən getməsən, biz getməyəcəyik. Və o zaman mən bu məzmurla başlamışdım ibadətə və bu məzmur o qədər toxunmuşdu ki, mənim ürəyimə, mən düşündüm, bu məzmurla da sizinlə bölüşüm. Evi Rəbb tikməzsə, bənnaların zəhməti boşa gedər. Evi Rəbb tikməzsə, bənnaların zəhməti boşa gedər. Şəhəri Rəbb qorumazsa, keşikçilər boş yerə orada gözlər. Erkən qalxıb, geç yatmağınız, azuqə üçün özünüzü çox yormağınız faydasızdır. Rəbb sevdiklərinə yuxuda olanda da belə verər. Zəbur 127. Bəşəriyyətin bir sıra və çoxsaylı problemləri var və o problemlərdən biri insanların öz həyatlarını qura biləcəklərini düşünmələridir. İnsanların belə bir illüziyası var ki, mən özüm öz həyatımı qura bilərəm. Məzmura baxsaq və bəzi dillərdə əgər sözü ilə başlayır və bizdə də məna etibarilə eynidir. Məzmur şərtlə başlayır. Bu sözlərə baxsaq görəcək ki, şərt var. Rəbb tikməzsə, Rəbb qorumazsa, əgər Rəbb tikməzsə, əgər Rəbb qorumazsa, siz tikə bilməzsiniz, siz qoruna bilməzsiniz. Bu sözlər günaha batma nəticəsində təhrif olunmuş düşüncəyə malik olan insanlar üçün, həddindən artıq qürura qapılmış insanlar üçün bir zərbədir. Çünki bu insan mənliyinə zərbə vuran bir mesajdır ki, əgər mən tikməsəm, sizin tikməyiniz əbəsdir. Əgər mən səni qorumasam, orduların belə səni qoruması əbəsdir. Bu sözlər insan qüruruna vurulan bir zərbədir. Və gəlin, baxaq özümüzə, çox zaman biz də dünya kimi
meyarlara malik oluruq təəssüf ki və dünyanın meyarlarına da baxaq və anlayaq ki, biz belə meyarlarla, biz belə ölçülərlə ölçməməliyik. Biz həyatımızı nəticələrə əsasən dəyərləndiririk. Biz nəticələrə baxıb bu və ya digər insanın uğurlu olub olmamasını düşünürük. Misal üçün, əsas meyarlar nədir? Ev tikmişəmmi? Ev almışam? Ailəmi yaxşı mı təmin edirəm? Və s. və ilahı. Yəni, bu nəticələrə əsasən biz insanın uğurlu olub olmamasını düşünürük. Və hətta kilsəyə gəldikdən sonra, imanlı olduqdan sonra da yenə də bu meyarlarla ölçülür. Sən ev tikmisən, xub, əla, amma o ev Rəbsiz tikilibsə, bu faydasızdır. Sən həyatını qorumağa çalışırsan, təhlükəsiz avtomobil alırsan, təhlükəsiz rayonda yaşayırsan, təhlükəsizliyin üçün nələrsə edirsən, yaxşı, amma burada Rəb yoxdursa, Rəb qorumursa, bu faydasızdır. Deməli, bütün həyatın boyu çalışa bilərsən, bütün həyatın boyu çalışa bilərsən, amma sonunda əli boş qala bilərsən. Müasir insan məzmurdakı inşaatçı kimi çalışır və təhlükəsizliklə uğurun zəhmətdə olduğunu zənn edir. Baxın, bütün insanlar belə düşünür. Bütün insanlar düşünür ki, mən nə qədər çalışsam, o qədər uğurlu olacağam, mən nə qədər çalışsam, bu uğurun sayəsində öz təhlükəsizliyimi təmin edəcəm. İnsanlar hər şey məndən asılıdır şüarı ilə yaşayır. Baxın, əgər biz də bir imanlı olaraq düşünürük ki, belə bir şüarımız var ki, hər şey məndən asılıdır. Bu şüarla yaşayırıqsa, bu yanlış bir şüar. Əslində, bu şüarı rəhbər tutan şuur insanı narahatlıq dəryasında batırır. Sual verək, necə belə ola bilər? Necə ola bilər ki, insan belə düşünür və buna görə çalışır və əslində bununla da özü-özünü narahatlıq dəryasına atır. Hər şeyin özündən asılı olduğuna inanan əslində heç vaxt dincələ bilmir. Nə üçün? Çünki dincəldikdə axı o dincəlir, heç nə etmir və o zaman da düşünür, mən heç nə etmirəmsə, əgər mənim səadətim yalnız məndən asılıdırsa, mən işləmirəmsə, demək, nəsə iş davam etmir və o narahat olur, dincələ bilmir. Çünki dayandıqda işinin də dayandığını düşünür. Bəlkə mən yetərincə etməmişəm, bəlkə mən yetərincə yığmamışam, bəlkə mən lazımınca tikməmişəm. Və bu fikirlər insanı dincəlməyə qoymur. Bəşəriyyətin böyük problemidir. Bir illüziyaya qapılmaq ki, mən özüm öz evimi tikirəm, mən özüm öz təhlükəsizliyimi təmin edirəm. Həyat haqqında danışır, həyat tikintisi haqqında danışır. Hər birimiz hər bir günlə, hər bir əməllə, hər bir düşüncə ilə, burada oturanlar da həmçinin biz həyatımızı tikirik. Düşüncələrimizlə, əməllərimizlə, seçimlərimizlə. Biz ev tikirik, karyera qururuq, özümüz haqqında rəy formalaşdırırıq. Baxın, bu mühüm bir sahələrdir bizim həyatımızda. Biz müəyyən bir addımları ona görə atmırıq ki, biz beləyik, biz yaxşıyıq. Biz müəyyən yaxşı addımları atırıq ki, özümüz haqqında yaxşı bir rəy formalaşdıraq. Bu da evimizin tikintisinə aiddir. Biz səxavətli olmadığımız halda insanların arasında özümüzü səxavətli kimi göstərir. Nə üçün? Rəy formalaşdırırıq. Və evimizi tikirik, karyeramızı qururuq. Xidmətlər təşkil edirik, məscidçilərə də aiddir. Və müəyyən səviyyəyə çatdıqdan sonra bizdə bir qorxu gəlməyə başlayır. Baxın, bu qorxu xüsusilə
uğurlu insanların həyatına gəlməyə başlayır. Siz fikir versəniz, öz maddi durumunuza da baxsanız, sizin pulunuz olmadığınız vaxt siz elə də narahat deyildiniz ki, siz nəyisə itirə bilərsiniz. Lakin pulunuz olduqdan sonra siz həmişə qorxmağa başlayırsınız ki, birdən bu işi görərəm və itirərəm. Hər şeyi, hər kəsi qorumaq istəyirik. Ailəmizdə hər bir üzvümüzü qorumaq istəyirik. Yaxınlarımızda hər bir üzvü qorumaq istəyirik. Çünki hər şeyi özümüz saxlayırıq. Bu da bizə rahatlıq vermir. Bu da bizə rahatlıq vermir. Çünki hər bir insan başqalarına söyləməsə belə, aramızda elə bir insan yoxdur ki, özünün zəif olduğunu özü özünə iqrar etməsin. Hər birimiz təklikdə özümüzə iqrar edirik. Ya Rəbb, mən zəifəm. Ya Rəbb, mən gücsüzəm. Ya Rəbb, mən ağılsızam. Olur belə məqamlar hər birimiz söyləyirik. Və biz həmin iqrar etdikdən sonra ağılsızam, gücsüzəm, zəifəm və eyni zamanda da bu gücsüz, ağılsız insan hər şeyi öz əlində saxlamaq istəyir. Ailəsini, həyat yoldaşını, biznesini, tikdiyini, qazandığını, hər bir şeyi öz əlində saxlamaq istəyir və narahatdır. Çünki özünün zəif olduğunu bilir. Ya dəhşətli bir şey baş verib. Biz bütpərəstlərə çevrilmişik. Biz Rəbbə ibadət etdiyimiz zaman və Rəbbə inandığımızı zənn etdiyimiz zaman biz tarix boyu ən böyük bütpərəstlərə çevrilən bizim nəsildir. Hər şeyi, hər kəsi nəzarətdə saxlamaq dövrümüzün bütünə çevrilib. Biz əl ilə düzəlmiş bütlərə səcdə etməsək də, hisslərimizdən bütlər düzəltmişik. Və bu hisslərdən ən dəhşətlisi hər şeyi nəzarətdə saxlamaq hissidir. Mən indiki valideynlərə fikir verirəm və öz valideynlərimin nəslinə fikir verirəm. Və görürəm ki, indiki valideynlərin ən böyük əzabı, ən böyük kabusu evladlarını nəzarətdə saxlamaq olub. Belə bir nəzarəti mən keçmiş nəslin valideynlərində görmürəm. Evladının hər bir addımını, hər bir nəfəsini, hər bir fikrinə girmək istəyirik biz. Və bu hissə səcdə edirik əslində biz. Valideynlər övladlarını, rəhbərlər işçilərini, pastorlar kilsədəkiləri nəzarətdə saxlamaq istəyir. Kameralar quraşdırılır. Telefonlara müəyyən bir proqramlar qoyulur ki, uşağım hara gəldi, hara girdi, hara getdi. Bu səbəbdən də insanlar dincələ bilmir. Dincələ bilmir insanlar. Səfərlərimizin birində bəzən yoldaşım mənə deyirdi, bəsdir də, nə qədər baxacaqsın? Mən kameraya girirdim telefonda və yarım saat, 40 dəqiqədə kamera ilə baxırdım ki, həyətimizdə nə baş verir? Nəzarətdə saxlamaq istəyir. Kim gəldi, kim getdi, evladım nə etdi, itim nə yedi? Biz düşünürük ki, azacıq nəzarəti əldən versək, hər şey dağılacaq. Rəbb Allah isə deyir, erkən qalxıb gec yatmağınız, azuqə üçün özünüzü çox yormağınız heç məntiqimizə sığmayan bir söz deyir axı. Faydasızdır. Biz isə düşünürük, faydalıdır. Və bizə Rəbbin ardınca getmək üçün, onu eşitmək üçün, ona səcdə etmək üçün o şuura gəlmək lazımdır ki, erkən qalxıb geç yatmağımız
burada yazıldığı kimi. Özünüzü çox yormağınız faydasızdır. Bu sözlərlə Rəbb deyir ki, mənsiz əziyyətiniz, mənsiz zəhmətiniz, mənsiz gəliriniz sizin üçün artıq xeyir-dua olmur. Bir kəskin söz deyəcəm, sizin cəzanıza çevrilir. Mənsiz sərvətiniz də, mənsiz eviniz də, mənsiz evladlarınız da, hər bir şey mənsiz nə edirsinizsə, sizin gözünüzə xeyir-dua kimi nə görsənirsə, bu sizin cəzanıza çevrilir. Çünki orada mən yoxam. Necə həll etsin bəşəriyyət? Necə həll etsin? Necə çıxsın bu vəziyyətdən insan? Həll, həqiqi inşaatçı və qoruyana müraciətdədir. Bu məzmur əslində, mən istəmirəm ki, bizdə belə bir anlayış olsun və yaxud da ki, bu mesajı eşidənlər kimsə fikirləşsin ki, bu məzmur bizi tənbəlliyə çağırır, işləməməyə. Yox, bu mesaj belə deyil. Belə səthi yanaşmayaq. Bu məzmur bizi çalışmamağa çağırmır. Bu məzmur bizi Rəbb Allahla çalışmağa çağırır. Bu məzmur səni və məni Rəbb Allahla çalışmağa çağırır. Paralel gördünüz Musanın çıxışı ilə. Onlara vəd olunmuş torpaq. Amma Musa deyir, yox, vəd olunmuş torpağa səninlə gedirəm. Səninlə gedirəm. Çünki səninlə getməsəm, hər bir vəd olunmuş torpağın geci, tezi səhraya çevrilir. Allahsız çalışmaq qul olmağın bir növüdür. Allahsız çalışmaq qul olmağın bir növüdür və biz görürük necə zəngin, varlı insanlar qul kimi işləyirlər, rahatlıq tapa bilmirlər. Nə üçün? Çünki Allahsız çalışırlar və onların bir meyarı yoxdur, bir məqsədi yoxdur. Müəyyən bir hədəfə çatdıqdan sonra daha yüksək bir hədəf qoyurlar özlərinə ki, qalxaq, 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 qalxaq və görürsən ki, zəngin insan dincələ bildiyi halda, rahat yaşaya biləcəyi halda nə dincəlir, nə rahat yaşaya bilir. Qul kimi çalışır və Allahsız çalışmaq qul olmağın digər bir formasıdır. Bəs Allahla çalışmaq nədir? Bəs Allahla bənnalıq etmək nədir? Bəs Allahla sürücülük etmək nədir? Bəs Allahla mühəndislik etmək nədir? Bu bir ibadətdir. Harada olursansa ol. Ya Rəbb, yalnız səninlə gedəcəm. Musa dediyi kimi. Və bu bir ibadətdir. Yolun da ibadətdir. Oturuşun da ibadətdir. Duruşun da ibadətdir. Burada açar bir yer var. Çox təsirli bir yerdir. Və tərcüməsinə görə biraz təəssüf edirəm. Çünki bir çox tərcümələrdə belədir ki, Rəbb yuxu verir. Ancaq burada yazılıb ki, yuxuda da belə nəsə verilir. Xeyir-dua kimi. Rəbb sevdiklərinə yuxu da verir. Rəbb sevdiklərinə yuxuda da xeyir-dua verir. Bu sözlər digər məqamlarda olduğu kimi bir mənalı başa düşülməli deyil. Burada dincəlmək təsvir olunmur. Əslində, burada nə qədər qəribə səslənsə də bu sözlərdə imanı görürük. İmanı görürük. Çünki yatmaqda imanı görürük. Necə yatmaqda imanı görə bilərik? Siz hər yerdə mi yatırsınız? Hər yerdə yatırsınız? Yox, siz xüsusi yerlərdə yatırsınız. Hansı yerlərdə yatırsınız? Biraz gizli, biraz sizi narahat edə bilməyən, kimsə sizi narahat etməyəcək, kimsə sizi toxuna bilməyəcək. Çünki siz yatanda çox zəif olursunuz. Nəinki nəyisə nəzarətdə saxlaya bilmirsiniz, o nəzarətdə saxlamaq şuuru ilə yaşayan insan.
Nəinki nəzarətdə saxlaya bilmirsiniz, özünüzü belə nəzarətdə saxlaya bilmirsiniz siz yatdığınız zaman. Biz hər yerdə yatmırıq, arxayın olduğumuz yerdə yatırıq. İnsan yatanda nə edir? Misal üçün bu nəzarət. Çıxardır nəzarəti və qoyur kənara. Çünki yatıram. Yuxu zamanı insan heç nə edə bilmir. Və yuxu lütfün rəmzidir. Yuxu lütfün rəmzidir. Mən yatıram, heç nə etmirəm. Mən yatıram, heç nə etmirəm. Ancaq baxın, hətta ən qayğılı insan belə günün müəyyən hissəsində yatır. Hər şeyi nəzarətdə saxlamaq istəyən insan yatır, çətin yatır. Ancaq hər şeyi nəzarətdə saxlamayan insan rahat yatır. O etibar edir və rahat yatır. Və ona görə də burada yuxu, yatmaq imanın rəmzidir. Mən yatıram, ya Rəbb. Mən yatıram. Yatıram. Çünki bilirəm, sən yatmışsın. Mən heç nə etmirəm, ya Rəbb. Mən yatıram. Və yatanda da heç nə edə bilmirəm. Ancaq inanıram, sən nəsə edirsən. Ya Rəbb, mən yatıram, mən zəifəm, məni öldürə bilərlər yatanda. Ancaq iman edirəm, sən məni qoruyursan. Yatmaq həm lütfdür, yatmaq həm də imanın rəmzidir. Mən yatıram. Mənim atamsa mənim üçün çalışır. Mən yatıram. Müqəddəs ruh, Məsih mənim üçün çalışır, məni qoruyur. Qalqotada Rəbb İsa Məsih bizə bir şəhadət edir. Bəşəriyyətə şəhadət edir, bütün bəşəriyyətə şəhadət edir, bəşəriyyət iman etmir. Lakin seçilmişlər iman edir. Lakin gözü, qulağı, ürəyi açıq olanlar görür və iman edir. Qalqotada Məsih nə göstərir? Qalqotada Məsihin bir mesajı da kimin inşa etdiyini göstərir. Qalqotada Məsih çarmıqda göstərir ki, mənəm inşa edən. Qalqotada Məsih çarmıxa çəkildiği zaman kimin qoruduğunu göstərir. Məzmurdakı Allah tikməsə heç kim tikə bilməz. Allah qorumasa heç kim qoruya bilməz. Məsihin çarmıxında yerinə yetdi. Məsih çarmıxda göstərdi ki, mənəm inşa edən, mənəm quran və mənəm qoruyan. Mənim həyatımın tikintisi, mənim həyatımın qorunması, mənim həyatımın müdafiəsi məndən asılı deyil. Və bugün Rəbb sənə deyir, evladım, sənin həyatının tikintisi, sənin həyatının müdafiəsi, sənin həyatının qorunması, evladım, sənin işin deyil, sən rahatsız olmalı deyilsən. Əgər sən məni çarmıxda görürsənsə, sən anlamalısan ki, sənin həyatını tikən, sənin həyatını quran, sənin həyatında səni qoruyan mənəm, mənim tamamladığım işdir. Bu, Məsihin tamamladığı işdir. Eşidirikmi biz bunu, qardaşlar və bacılar? Eşidirikmi biz bunu bugün? Bu, onun tamamladığı işdir. Onun üçün də o çarmıxda olan zaman o dedi ki, tamam oldu. Tamam oldu. Sənin həyatının qurulması, sənin həyatının müdafiəsi tamam oldu. Eşidirikmi biz bu bəyanatı? Eşidirsənmi sən bu bəyanatı? O sənin həyatının tikintisini, o sənin müdafiəni tamam edib. O bizim tamamlaya bilməyəcəyimizi tamamladı. O bizim tamamlaya bilməyəcəyimizi tamamladı. O bizi qılıncdan deyil, o bizi mühakimədən, o bizi günahdan və ölümdən qorudu. Və indi ona iman edən rahat yata bilər.
Və indi Rəbb sənə söyləyir, sən rahat yata bilərsən. Çünki sənin işini mən tamamlamışam. Çünki sənin evini mən tikmişəm. Mən səni mühakimədən, mən səni günahdan, mən səni ölümdən qurtarmışam. Və sənin üçün mühakimə, sənin üçün ölüm mövcud deyil. Mən tikmişəm sənin evini. Sən rahat yata bilərsən. İndi mən rahat yata bilərəm. Çünki həyatımı mənim narahat ağlım deyil, Məsihin sədaqəti, Məsihin gücü, qüdrəti qoruyur. Rəbb, sənə minnətdarıq. Minnətdarıq sənin sözünə görə. Minnətdarıq ki, sənin sözün bizim həyatımıza bir qüdrətlə gəlir. Bizim zehnimizi, bizim ürəyimizi dəlib deşən bir ox kimidir. Və biz sənin sözünü eşitdikdə biz anlayırıq ki, biz nə qədər də ağılsızıq narahat olduğumuz zaman. Nə qədər də özümüz üçün yük yaradırıq biz lazımsız narahatçılıqla. Biz lazımsız hər şeyi nəzarətdə saxlamaq hissi ilə, arzusu ilə nə qədər ağılsızlıq edirik. Və minnətdarıq ki, sən bizə bu məzmur vasitəsilə deyirsən ki, əgər şəhəri Rəbb qorumazsa, onu qorumaq faydasızdır. Əgər evi Rəbb tikməzsə, onu tikmək faydasızdır. Və sən bizə nəzərimizi zəif olan özümüzdən çarmıxa çevirirsən. Çarmıxda hər şeyi tamamlayan oğlunu göstərirsən. O çarmıxda olan zaman deyir, tamam oldu. O bizim evimizi tikdi. O bizim həyatımızı tikdi. O bizim həyatımızı inşa etdi. Və o bizim müdafiəçimizdir. Və o bizi gecə-gündüz qoruyur. Və deyir, rahat yat. Sənin həyatını quran, sənin həyatını qoruyan, mürgüləməyən və yatmayan İbrahimin, İshaqın, Yaqubun Allahıdır. Ona indi də və əbədiyyən şan, şərəf və izzət olsun. Amin. Rəbb, minnətdarıq sənə ki, sən bizim qayğılarımızı götürmək istəyirsən həyatımızda. Lazımsız yükləri istəyirsən ki, kənara qoyaq. Biz işlə bağlı, həyatımızla bağlı, evladlarımızla bağlı, valideynlərimizlə bağlı çox qayğılar çəkirik. Hər şeyi nəzarətdə saxlamağa çalışırıq. Minnətdarıq sənin sözünə görə. Bu söz vasitəsilə sən bizim problemli sahələrimizə həlli gətirirsən. Sən bizim qayğılarımızı götürmək istəyirsən. Qoy biz sənin kəlamını eşitməklə kifayətlənənlərdən olmayaq. Qoy həqiqətən də bugün səndən eşitdiyimizi həyatımızda tətbiq edək. Nə ediriksə edək, səninlə edək, sənə görə edək. Və öz həyatımızın müqəddəratını da büsbütün sənə təslim, təhvil edə bilək. Bu idarəçilikdən imtina edək və idarəni ağamız olan İsa Məsihə həvalə edək. Hər şeyi nəzarətdə saxlamaq, bütünə səcdə etməyək. Sənin külli ixtiyarlığına, sənin gücünə, qüdrətinə,
onun hədsizliyinə etibar edir.